İzləyicilərimiz xoş gördük sizləri və bu günlərim üçün nəzərinizə bir şey çatdırmaq istəyirəm ki, ölkədə təzə bir dənə tema çıxıb özləri üçün. Nə bilim, sevgi başımı buraxmışam, neyləmişəm, təzə sevgi axtarıram, təzə xala axtarıram. Siz heç utanıb ölüb yerə girirsiniz ki, mən nə deyirəm? Cavan oğlanlar da baxırsan ki, ay qardaş, nə bilim, sevgi axtarıram, sevgi başımı buraxmışam, xala axtarıram. Utanın, ölün yerə gir. Azərbaycanda bu saytə girən, bu TikToka girən uşaq da var, böyük də var. Ümumiyyətcə buna siz gələcəyimizi pozursunuz. Xəbəriniz var, siz ölkədə uşaqların gələcəyini xarab edirsiniz. Hara fırlayırsam TikToku, ay xala axtarıram, nə bilim, nə axtarıram. Qələt edirsən, başını da daşa döyürsən. Utanmırsan, hə? Nə axtarsan, get cəhənnəm ol, harada nə axtarsan axtar. Bunu nə bilim, TikToka yerləşdirib, nə bilim, bunu ictimailəşdirəndə güya yaxşı gözlə baxırlar sənə. Mən başa düşmürəm. Utanın ölün yerə. Sənin nəslində bir nəslin kökün baxmır sənə. Bir əmin dayın baxmır. Ay, nə bilim, hamınız aid deyil, bu birinizə də aid deyil. Hələ o şeiri deyəndə də günah ki, o şeiri deyib efirə çıxardı. İndi izləyin, baxın videoya, sözünü də rəylərdə bildirin. Bu heç olmasa bu əhaliyə bu belə şeylərlə, videolarla əhalinin beynini pozmayın ki, uşaqların beynini pozmayın. Və izləyicilərimiz, mən bir şey sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bax sizin də övladlarınız var, sizin də gələcəyimizi, yəni arxain olacağımız övladlarımız var. Yəni buna görə də bunların haqqında bir adiyyəti qurumlar bir tədbir görməlidir. Ki, belə insanlar bu əhalini pozur, bu nə bilim, bu TikToka girirlər, uşaq da girir, böyük də girir. Neynəsən də onun sonra qabağını almaq olmur, uşaqlar girir TikToka. İzlərimiz bir də sizə bir şey deyim, hələ bu oğlanları qoyaq qırarlar. Hələ əzizlərimiz, bəzi qadınlar da var, hələ görürsən ki, yazıb bura, girir bura, nə bilim, yazır, mən daya axtarıram, xala axtarıram, nə bilim, belə söhbətlər yazır. Bu ayıbdır, valla, qadınsan, sənə yaraşmır, bu. Sən sabah kim alacaq, sən sabah nətər ailə qurarsan, kimdən evlənəsin? Quran haqqı bu şeyə, nə bilim, necə baxırsınız, nətər qarşılayırsınız belə şeyləri. Ya adamın belə baxırsan, ha TikToku da hara fırlayırsan, ay qardaş, nə bilim, sevgi başımı buraxmışam, yenə deyirəm, xala axtarıram, nə bilim, dayı axtarıram, dayı axtarıram, mən bib axtarıram. Utanın, ölün yerə girin, Allah haqqı xəcalət çəkir adam, bir Azərbaycan vətəndaşıyam mən də, qardaş. Bir Azərbaycan vətəndaşı olaraq, mən adiyyəti qurumlara buradan müraciət edirəm ki, belə şeylərə diqqət yetirsinlər, bir baxsınlar, görsünlər nədir, bizim gələcəyimiz məhv olur belə gedişlərlə. Bu nə deməkdir bu? Mən həcə axtarıram, mən nə bilim, dayı axtarıram, gənə deyirəm, nə axtarırsan, axtar, get şəxsinə, nə insə, bunu ictimailəşdirirsən. Buna bizim şəhid ailələrimizin övladları baxır, buna bizim qazilərimizin övladlarımız baxanlarımız var, onlar baxır. Ayıb dözsün üçün. Valla mən əsəb keçirirəm belə şeylərə. Mən ona görə də bu çəkiliş eləməyim səbəb odur ki, yığışdırın belə şeyləri. Ağlınıza gələni, gözünü görkəni bir dənəsini